İzləyicilər, hamıya salam. Villamız gəlir. Qəşəng böyük 12 sot yarım. Vişnyovka Alballıq. Getdik, gəl. Möhtəşəm şəxsi özü üçün tikilmə villa. Gəl. Nətərdir? Bir dənə bəyənin işarəsini basın, hörmətli izləyicilər. Bəyənin işarəsini basın. Evimizin təqdimatına başlayırıq. 240 kvadrat metrdən ibarət evimiz. Pultla idarə olunan, evimiz ağıllı evdir. Şəhərdən idarə olunur, su varma, avtomatik, işıqların yanması, sönməsi, müşahidə kamerası və s. və ilaxır. Evdəki evin içi vidi Toskana stilindədir. Giriş qapımızı çək görsət. Evimizin, həyətimizin işıqlandırması, pultla idarə olunan qapı. Hörmətli izləyicilər, həyətində belə yaşıllığı, ağacı. Orada əncil ağacı da var. Hətta göbələk də var. Göbələk çəkib göstərəcəm sizə. Gəl bura. Çox maraqlı yerdə bitib. Evimizin start qiyməti 340 min manatdır. Buna bax. Göbələyə bax. Deməli belə. Gəl bura. Bura sanuzildir. Həyət üçün nəzərdə tutulmuş. Hovuzumuz 4'ün 8'e. 8 yarıma da hatta. Toskana üslubunda tikilib. Ev böyük evdir. Evimizin sağdan da soldan da keçidi var. Orada o tərəfdə o başda su anbarımızdır. Bax bu hissə var ha. Bura istipoldur. İstəsəz buranı cam balkonla belə bağlaya bilərsiniz. Kimsə istəsə yəni. Amma mən belə başa düşürəm, heç ehtiyac yoxdur. Kimsə istəsə eləyə bilər. Həyətimiz, əncil ağacı, quyusu burada yerləşir. Hörmətli izləyicilər, zeytun ağacları əkilibdir. Yəni kifayət qədər geniş, həyəti böyüdür. Sənədimiz tam qaydasında kupça çıxarışdır. Buyur. Kim alsa Allah xeyir versin. Giriş hissəsi möhtəşəm evdir. Burada belə bir dolap yığılıb, nə qədər istəsən paltar yığ. Burada mətbəx və qonaq otağı. Kimsə istəsə, pəncərələri var. Yəni buranı bu hissədən belə bağlamaq mümkündür, istəsəniz. Amma ehtiyac yoxdur. Betondur üstü, hörmətli izləyicilər, evimizin aşağısı üstü. Yəni keyfiyyətli tikilmiş evdir. Özünə tikilmə evdir. Mətbəx mebeldə gördüyünüz kimi varıdır.